Sən Peyğəmbərin qatilisən. Şəxsən onu öldürməsən də belə, sən onun sözünün qarşısını alırsan. Sən kimsən gəlirsən desən Peyğəmbər yazmamalıdır bunu. Bəzən də bəzi insanlar, vay mənim canım Peyğəmbərə qurban olsun. Peyğəmbər olsaydı belə eləyərdim. Amma öz yolu ilə, öz hərəkətləri ilə Peyğəmbərin yolunu vurur. Elə bir Peyğəmbəri öldürürdü o. Buna görə ayıq olmaq lazımdır. Hər deyilən, hər Peyğəmbərə salavat göndərən, bəlkə də nədir, onun salavatı xəncərdir, vurur Peyğəmbərin ürəyini. Çünki onun yolunun əksinə gedir. Mən sizə bəzi nümunələri deyirəm və diqqətli olmağınızı çox xahiş edirəm. İmam Hüseyin biz üçün nələr elədi, onu demək istəyirəm. Peyğəmbər sallallahu aleyhi və səlləm son anlarında kağız qələm istədi ki, bir vəsiyyət yazsın ya istəmədi. Vallah billah, Peyğəmbər mənbərindən deyirəm, qiyamət günündə bu şeyə sahib. Heç bir müsəlman bunu inkar edəməyib. Yozublar. Peyğəmbər xəstə olub, buna yazılığı gəlib. Peyğəmbər, mən kiməm? Peyğəmbər deyir, gətir qələmi, kağızı, mən yazıram. Peyğəmbər də elə deyir ki, elə bir şey yazmaq istəyirəm sizin üçün, bir məktub, bir kitab, bir qanun, bir şey yazmaq istəyirəm ki, lən tadillu min ba'di əbəda. O şeyə əməl eləsiniz, məndən sonra heç vaxt zəlalətdə ola bilməz. Amma nə dedilər orada Peyğəmbərə? Dedilər ki, o xəstələnib sayıqlayır. Dil onların dili olsun. O sayıqlayır. Ona kağız, qələm vermək olmaz. Yaxşı, Peyğəmbərə hörmət eləyən insan bu hörmətsiz cümlə ilə Peyğəmbərə müraciət etməyə haqqı var. Peyğəmbərə kağızın, qələmin verilməməsi elə Peyğəmbərin qəlbinə xəncər salmaq kimi bir şeydir. Bəlkə belə deyir. Sən onun yolunu öldürürsən. Sən o kişinin insanları gözəlliyə çıxartmağısının qarşısını alırsan, maniyə yaradırsan. Sən Peyğəmbərin qatilisən. Şəxsən onu öldürməsən də belə, sən onun sözünün qarşısını alırsan. Sən kimsən gəlirsən desən Peyğəmbər yazmamalıdır bunu. Bax, bu cür biz İslamın lap əvvəl günlərində əgər Peyğəmbər o vəsiyyəti yazsaydı ki, mən inşallah Allah qismət eləsin, çatacaq inşallah o yerə ki, ziyarət-i Aşurada zülmün əsasını qoyanlar lənətlənir. Əgər Peyğəmbər öz vəsiyyətini yaza bilsəydi, Kərbəla olmazdı.